İndiki dönemdə bir insanın etibarlı olmağını yoxlamaq üçün, güvənləsi bir insan olduğunu yoxlamaq üçün çox uzağa getmək, çox dərinə getmək lazım deyil. O insanı sadəcə pul işində yoxlayın, maddiyyat işində yoxlayın. Nə mənada? Məsələn, adam sizdən borc alıb, adam sizə pul verəcək. Yəni bu şeydə yoxlayın insanı. Əgər bir insan pul işində dəqiqdirsə, vallahi qardaş o insan ilə düzgündür, dəqiq insandır. Bir insan pul işində əgər düzgün değilsə, yalancıdırsa, fırıldaqçı deyirik də el arasında, fırıldaqçılıq eləyirsə, o adam heç güvənləsi bir insan deyil, etibarlı bir insan deyil və elə insandan heç iş görmək lazım deyil. Ona görə də bir insanı qardaş maddiyyatda yoxlayın, pul işində yoxlayın. Onu mənə bir dostum demişdi, həqiqətən onun həyatda şahidi oluram. O da demişdi ki, bir insanı pul işində yoxlayasan indi. Yəni pul işində yoxla qardaş, pul işində düzgün olan adam düzgündür. Pul işində düzgün olmayan adam düzgün deyil. Bu belədir, reallıq budur. İstər kim istəyir bunu qəbul etsin, kim istəyir qəbul etməsin. Yəni adam var ki, qəpiyinə kimi dəqiq insandır. Qəpiyinə kimi.